Qoç bürcü, günə xüsusilə riskli bir şeylə başlamayın və cəsarətli ideyaları həyata keçirməyə tələsməyin. Heç olmasa, nahar vaxtına qədər ehtiyatla hərəkət edin. Bu, bir çox kiçik çətinliklərdən və bezdirici səhvlərdən qaçınmanıza kömək edəcək. Sosial baxımdan səhər xüsusilə xoş olmayacaq. İşdə və evdə əhəmiyyətsiz məsələlərə dair mübahisələr və fikir ayrılıqları ehtimal olunur. Mövcud problemləri yumşaltmaq deyil, daha da şiddətləndirməyə meyilli olacaqsınız. Daha dinc bir münasibət göstərməyə çalışın. Lakin sonradan müsbət tendensiyaların təsiri güclənəcək. Bir çox qoç həqiqətən maraqlı bir şeyə can atmaq və ya xüsusilə perspektivli bir layihəyə diqqət yetirmək şansına sahib olacaq. Uğur özünü çox gözlətməyəcək və nəticələrdən həqiqətən məmnun qalacaq və özünüzlə çox fəxr edəcəksiniz. Ev işləri adi haldan daha uzun çəkə bilər. Bəzi problemlərin həlli planlaşdırılmamış xərclər tələb edə bilər. Lakin bu, asanlıqla ödəyə biləcəyiniz bir məbləğ olacaq. Buğa bürcü, səhər fəaliyyətlərlə dolu olacaq və siz yalnız öz işlərinizlə deyil, həm də başqalarının işləri ilə məşğul olacaqsınız. Başqalarının etdiyi bəzi səhvləri düzəltməli olmağınız mümkündür və bu öz fikirlərinizi təxirə salmağınızı tələb edə bilər. Bütün bunlara baxmayaraq, buğa dostcasına və nikbin münasibəti qoruyub saxlamağı bacaracaq. Bu sizi dərhal başqalarına sevdirəcək. Əvvəllər soyuqqanlı və ünsiyyət qurmaq istəməyənlər də daxil olmaqla, müxtəlif insanlar bu bürcün nümayəndələri ilə əlaqə qurmaq istəyəcəklər. Günortadan sonra daha əlverişli olacaq. Həm xoş xəbərlər, həm də müsbət emosiyalar gətirəcək. Köhnə dostlarınızı görmək və onların söhbətlərindən bir çox maraqlı şeylər öyrənmək imkanınız olacaq. Romantik görüşdə sizi məyus etməyəcək. Maddi vəziyyətinizə diqqət yetirin. Bu, impulsiv alış-verişlər və ya əyləncəyə böyük məbləğdə pul xərcləmək üçün yaxşı gün deyil. Bununla belə, ehtiyatlı qənaət etmək çox faydalı olacaq. Əkizlər bürcü. Günün kiçik çətinliklər, uğursuz təsadüflər və işdəki problemlər olmadan keçməsi ehtimalı azdır. Başqalarına cavabdeh olan və ya işlərini idarə edən əkizlər xüsusi çətinliklərlə qarşılaşacaqlar. Bu bürcün nümayəndələri bir çox insanın maraqlarını nəzərə alaraq mürəkkəb məsələləri həll etməli olacaqlar. Dünyanın qalan hissəsi öz məqsədlərinə çatmağa diqqət yetirə biləcəklər. Maliyyə baxımından əlverişli gün olacaq. Yeni mənbələrdən pul vəsaitlərinin daxil olması mümkündür. Eləcə də sürətli gəlir artımı vəd edir. Əkizlər bürcü sahibkarları uğurlu sövdələşmələr bağlaya biləcəklər. Şəxsi münasibətlərdə müsbət tendensiyalar nəzərə çarpacaq. Sevdiklərinizi yaxşı başa düşəcəksiniz və onları bir çox cəhətdən qəbul etməyə hazır olacaqsınız. Əgər son zamanlar ailədə fikir ayrılıqları baş veribsə, bugün kompromisə gələ və bütün mübahisələri keçmişdə qoya biləcəksiniz. Bu bürcün olanları, eləcə də bugün ilk görüşə gedənləri xoş sürprizlər gözləyir. Xərçəng bürcü, xəyallarınız yoxdursa və ya çox şey gözləmirsinizsə, gün o qədər də pis keçməyəcək. Tez bir zamanda fəaliyyət planı müəyyən edə, növbəti addımı hara atacağınıza və nəyə diqqət yetirəcəyinizə qərar verə biləcəksiniz. Daxil olan bütün məlumatları, hətta etibarlı mənbədən gəldiyi görünsə belə yoxlayın. Səhvlər və təhriflər mümkündür və kimsə sizi qəsdən yanıltmağa çalışır. Xüsusilə yeni tanışların cəlbedici vədlərinə etibar etməyin. Onlar xeyirdən daha çox zərər verə bilər. Günün əvvəlində fikir ayrılıqları adi haldan daha tez-tez yarana bilər və əvvəllər yaxşı yola getdiyiniz insanlarla belə ortaq məxrəc tapmaq çətin ola bilər. Buna görə də vacib məsələləri müzakirə etməyə vaxt ayırmağınız məsləhətdir. Daha sonra müsbət bir dəyişiklik görəcəksiniz. İnsanlar sizi daha diqqətlə dinləyəcək və daha az insan mübahisə etməyə meyilli olacaq. Günün ikinci yarısında xoş görüşlər gözlənilir. Köhnə tanışlarınızla əlaqə qurmaq və ya əziz əlaqələri bərpa etmək imkanınız ola bilər.
Axşam saatlarında əyləncəli tədbirlərə dəvət alacağınız ehtimalı yüksəkdir. Şir bürcü. Başqaları ilə yola getmək və müxtəlif insanlarla tez bir zamanda ortaq dil tapmaq bacarığınız bu gün xüsusilə faydalı olacaq. Bunun sayəsində tez bir zamanda müttəfiqlər tapacaq, nüfuzlu insanların dəstəyini qazanacaq və hətta keçmiş düşmənlərinizi də qazanacaqsınız. Düzdür, bəzi şirlər başqalarına kömək etmək üçün müvəqqəti olaraq öz maraqlarını kənara qoymalı olacaqlar. Lakin hətta bu bürcün nümayəndələri belə həyatlarından şikayətlənməyəcək və işlərin necə getdiyindən olduqca məmnun olacaqlar. Xoş tanışlıqlar, qeyri-adi və yadda qalan görüşlər ehtimal olunur. Yeni məlumatlar əldə edə və əvvəllər sizi çaşdıran suallara cavab tapa bilərsiniz. Başqalarının səhvlərini təhlil etmək və onlardan düzgün nəticə çıxarmaq bacarığı bir çox uğursuz səhvlərdən qaçınmanıza kömək edəcək. Bu səyahət üçün əlverişli bir gün olacaq və bol canlı təəssüratlar yaradacaq. Amma uzaq bir səfər planlaşdırmasanız belə, qısa müddətə olsa belə, gündəlik işlərdən yayınmağın bir yolunu tapın. Bu, indi sizin üçün çox faydalı olacaq. Qız bürcü. Günün əvvəli əla xəbərlər gətirəcək. Məhz bu zaman bəzi qız bürcüləri vacib qələbələrdən xəbər tutacaq və rahat nəfəs alacaq. Digərləri isə narahat olduqları insanlardan xəbər alacaqlar. Günün ilk yarısı bir çox vacib məsələlər üçün əlverişli olacaq. Bu dövrdə baş verən hadisələr sizi planlarınızı tənzimləməyə, yeni məqsədlər qoymağa və onlara çatmağa yönəltməyə sövq edə bilər. Həmçinin vacib işgüzar münasibətləri gücləndirmək və müttəfiqlərlə ciddi məsələləri müzakirə etmək imkanı da olacaq. Zamanla müsbət tendensiyaların təsiri bir qədər azalacaq. Günün ikinci yarısı bu bürcün ən təsirli nümayəndələri üçün narahatlıq mənbəyi olacaq. Bu zaman gözlənilməz çətinliklər yarana bilər, dərhal həll olunmayan çətinliklər. Bəzi gərgin söhbətlər və qızğın mübahisələr də mümkündür. Kiçik məişət fikir ayrılıqları da ehtimal olunur. Amma hər şeyi tez bir zamanda həll edə biləcəksiniz. Tərəzi bürcü. Xüsusilə də çox şeyə nail olmaq istəyən və bunu mümkün qədər tez etməyə can atan tərəzilər üçün bu ən asan gün deyil. Gecikmələr, çətinliklər və gözlənilməz hadisələr mümkündür ki, bu da sizi bəzi planları təxirə salmağa və digərlərinə diqqət yetirməyə məcbur edir. Çeviklik və vəziyyətə uyğunlaşmaq, improvizasiya etmək və yaranan hər hansı bir fürsətdən istifadə etmək bacarığı çox faydalı olacaq. Köhnə əlaqələri yeniləmək və gərgin münasibətləri düzəltmək şansı olacaq. Əvvəllər ideyalarınıza və təkliflərinizə şübhə ilə yanaşan insanlar bu dəfə daha çox maraqlanacaq, diqqətli olacaq və lazım gələrsə kömək etməyə hazır olacaqlar. İşgüzar düşüncə pul məsələsində düzgün qərarlar qəbul etməyinizə kömək edəcək. Lazımsız xərclərdən qaçınmağın yollarını tapacaqsınız və çox güman ki, maliyyə vəziyyətinizi necə yaxşılaşdıracağınızı anlayacaqsınız. Gününüzü elə planlaşdırmağa çalışın ki, istirahat etmək üçün daha çox vaxtınız olsun. Yorğunluq rifahınıza və əhvalınıza mənfi təsir göstərə bilər. Əqrəb bürcü. Əla iş görmək istəyirsiniz? Onda bu gündən zövq alacaqsınız. Bir neçə çətin problemi həll etmək və özünüz və başqaları üçün çoxlu faydalı iş görmək imkanınız olacaq. Hər şey asan olmayacaq, amma çətinliklərdən geri çəkilməyəcək və diqqətə layiq əzmkarlıq nümayiş etdirəcəksiniz. Bəzi əqrəblər hətta gözlədiklərindən daha yaxşı nəticələr əldə edəcəklər. Günorta saatlarında ağlınıza gələn ideyalara diqqət yetirin. Onları dərhal həyata keçirə bilməyəcəksiniz, amma sonradan mütləq ağlınızda olanlara qayıdacaqsınız. Bu vaxta qədər çox güman ki, yeni müttəfiqlər qazanacaqsınız və hər şeydə onlara etibar edə biləcəksiniz. Bugün həm də təhsil alanlar və ya bacarıqlarını artıranlar üçün əlverişli gün olacaq. Yeni məlumatlar asanlıqla mənimsəniləcək və çətin görünən şeyləri dərk edə biləcəksiniz. Bu gün əldə etdiyiniz biliklər
tezliklə sizə lazım olacaq. Günortadan sonra vacib bir məsələni müzakirə etməli olduğunuz insanlarla görüşlər üçün idealdır. Tezliklə düzgün sözləri və inandırıcı arqumentləri tapacaq və öz iddianızı sübut edə biləcəksiniz. Oğatan bürcü, mürəkkəb layihələri tək başına həll etməyə tələsməyin. Bu, birlikdə işləyin daha təsirli olacağı və müttəfiq və köməkçi tapmaq o qədər də çətin olmayacağı günlərdən biridir. Planlarınızı və məqsədlərinizi bölüşməkdən çəkinməyin. Eyni zamanda uğurlarınızı da qeyd etməyi unutmayın. Ağıllı özünü təşviq biznes baxımından çox faydalı olacaq. Bəlkə də bunun sayəsində tezliklə yeni bir iş tapacaqsınız və ya bəzi gəlirli sövdələşmələr bağlayacaqsınız. Gün maliyyə baxımından əlverişli olacaq. Yeni mənbələrdən də daxil olmaqla pul vəsaitlərinin daxil olması mümkündür. Çox güman ki, bu kiçik bir məbləğ olacaq, amma çox xoş qarşılanacaq. Ağıllı bir alış-veriş etmək və ya yaxınlarınızdan biri üçün xoş sürprizlər təşkil etmək imkanı olacaq. Günortadan sonra bəzi əyləncə və ya peşəkar tədbirlərdə iştirak edən oxatanları qeyri-adi qarşılaşmalar gözləyir. Bu bürcün nümayəndələri xüsusilə cəlbedici olacaq və diqqət mərkəzində olacaqlar. Romantik münasibətə səbəb ola biləcək tanışlıq mümkündür. Oğlaq bürcü, sizi çox maraqlı və ümidverici bir gün gözləyir. Kəskin intuisiyanız sayəsində gözlənilməz hadisələrə necə reaksiya verəcəyinizi, yeni vəziyyətlərdə necə hərəkət edəcəyinizi dərhal anlayacaqsınız və məqsədlərimizə necə tez çatacağınızı anlayacaqsınız. Uzun müddətdir dayandırılmış layihələrdə irəliləyiş ehtimalı var. İstədiyiniz nəticəni əldə etmək üçün çox çalışmalı olacaqsınız və gözlədiyinizdən daha çox şeyə nail olacaqsınız. Bəzən başqaları ilə fikir ayrılıqları yarana bilər və bütün oğlaq bürcüləri işgüzar tərəfdaşlar və həmkarlar tərəfindən dəstək almayacaq. Lakin bu, problem yaratmayacaq. Müstəqil hərəkət etməklə bu bürcün nümayəndələri əla nəticələr əldə edəcəklər. Günün ikinci yarısı peşəkar münasibətlər üçün birinci yarıdan daha əlverişli olacaq. Köhnə əlaqələri yeniləmək üçün fürsət yaranacaq və siz bunu əldən verməyəcəksiniz. Yeni insanlarla tanış olmağa açıq olan oğlaqlar sosial dairələrini genişləndirmək imkanı əldə edəcəklər. Taleyüklü görüşlər və romantik münasibətlərin başlanğıcı mümkündür. Gün uzun müddətdir münasibətdə olanlar üçün də əlverişli olacaq. Dolça bürcü. Vacib bir şeylə məşğul olmağı planlaşdırırsınız. Onda yavaş-yavaş hərəkət edin. Bu gün tez bir zamanda uğur qazanmaq üçün əlverişli gün deyil və hadisələr öyrəşdiyinizdən daha yavaş irəliləyə bilər. Sakit reaksiya verməyə və əsəbiləşməməyə çalışın. Təmkininizi qorusanız, istədiyiniz nəticəni vaxtında əldə edəcəksiniz. Oxuyan, müəllimlik edən və ya tədqiqat aparan insanlar xoş xəbər alacaqlar. Maliyyə məsələlərində, xüsusən də əhəmiyyətli məbləğlərdən söhbət gedirsə və təkcə öz pulunuzun deyil, həm də başqalarının pulunu idarə edirsinizsə, daha diqqətli olmalısınız. Kreditlə alış-veriş etmək məsləhət deyil. Mütləq zərurət olmadığı təqdirdə borc almaq da tövsiyə edilmir. Gün istirahət, asudə vaxt səyahətləri və mənzərənin dəyişməsi üçün əlverişli olacaq. Dolça bürcünün nümayəndələri, dostları və ya yaxınları ilə birlikdə gözəl vaxt keçirəcəklər. Axşam romantik görüş üçün idealdır. Bunu xüsusi etməyə çalışacaqsınız və bu mütləq uğurlu olacaq. Balıqlar bürcü. Gün çox yaxşı başlayacaq. İlk yarı həm tanış, həm də tamamilə yeni bir çox iş üçün uyğun olacaq. Uzun müddətdir həll olunmayan bir işin öhdəsindən gələ biləcəksiniz. Bəzi balıqlar gözlənilmədən hər kəsi çaşdıran suallara cavab tapacaqlar. Nə etsəniz edin, bilin ki, uğurlarınız diqqətdən kənarda qalmayacaq. Onlar çox güman ki, əvvəllər sizinlə əlaqələrinə şübhə edən insanların diqqətini çəkəcəklər. Tezliklə maraqlı bir şey təklif edəcəkləri mümkündür. Müsbət tendensiyaların təsiri zamanla zəifləməyəcək.
Günün ortası bu bürcün bəzi nümayəndələri üçün xoş maliyyə sürprizləri vəd edir. Bu zaman uzun danışıqların uğurla başa çatması da mümkündür. Axşamlar əyləncə, aktiv istirahət və dostlarla görüşmək üçün əla zamandır. Sosial tədbirlərdə nəinki yaxşı vaxt keçirəcəksiniz, həm də maraqlı insanlarla tanış olacaqsınız və faydalı bir şey öyrənəcəksiniz. Son vaxtlar çox düşündüyünüz biri ilə təsadüfi görüş istisna deyil.